Pul hər gün istifadə etdiyimiz, amma haqqında daha çox düşünmədiyimiz şeylərdən biridir. Bəs cibimizdə gəzdirdiyimiz banknotlar haqqında əslində nə bilirik? Bu videoda pul haqqında bilmədiyiniz 5 maraqlı faktı öyrənəcəyik. Birinci fakt. Kağız pul əslində adi kağızdan hazırlanmır. Bir çox ölkələrdə banknotların hazırlanmasında pambıq liflərindən istifadə olunur. Bu material adi kağızdan daha davamlıdır və banknotların uzun müddət dövriyyədə qalmasına imkan verir. Bəzi ölkələr isə daha müasir texnologiyadan istifadə edərək polimer, yəni xüsusi plastik əsaslı banknotlar buraxırlar. Bu pullar suya və çirklənməyə daha davamlı olur. İkinci fakt. Banknotların üzərində gördüyümüz xırda detalların demək olar ki, hamısının xüsusi məqsədi var. Su nişanı, qoruyucu sap, mikro yazılar, xüsusi mürəkkəblər və işıq altında görünən elementlər banknotların saxtalaşdırılmasının qarşısını almaq üçün istifadə olunur. Bəzi qoruyucu elementləri isə adi gözlə görmək mümkün deyil və yalnız xüsusi işıq və ya cihaz vasitəsilə aşkar edilir. Üçüncü fakt. Hər pul öz üzərində yazılan məbləğ qədər dəyərli olmaya bilər. Məsələn, nadir buraxılış olan, səhv çap edilmiş və ya tarixi əhəmiyyət daşıyan bəzi banknotlar kolleksiyaçılar üçün nominal dəyərindən dəfələrlə baha ola bilər. Yəni, adi görünən köhnə bir banknotun arxasında düşündüyümüzdən daha böyük bir dəyər gizlənə bilər. Dördüncü fakt. Dünyada yalnız kağız və metal pullardan istifadə edilmir. Müxtəlif ölkələrdə tarix boyunca çox fərqli əşyalar pul kimi istifadə olunub. Məsələn, bəzi qədim cəmiyyətlərdə duz, heyvan dəriləri, dəniz qabıqları və hətta iri daşlar belə mübadilə vasitəsi kimi istifadə edilib. Bu da göstərir ki, pulun əsas məqsədi müəyyən bir əşyanın özündən daha çox insanların onun dəyərini qəbul etməsidir. Beşinci və ən maraqlı fakt. Müasir dövrdə istifadə etdiyimiz pulun böyük hissəsi əslində fiziki formada deyil. Bank hesabımızda gördüyümüz məbləğlərin çoxu kağız və ya metal şəklində deyil, rəqəmsal formada mövcuddur. Kartla ödəniş etdikdə və ya bank vasitəsilə pul göndərdikdə əlimizdə fiziki pul olmadan maliyyə əməliyyatı həyata keçirdik. Yəni müasir iqtisadiyyatda pul artıq sadəcə cibimizdəki banknotlardan ibarət deyil. Beləliklə, hər gün istifadə etdiyimiz pulun arxasında düşündüyümüzdən daha maraqlı tarix, texnologiya və sistem dayanır. Bəlkə də növbəti dəfə əlinizə bir banknot aldığınız zaman onun üzərindəki xırda detallara daha diqqətlə baxacaqsınız. Siz bu faktlardan hansını ilk dəfə eşitdiniz? Fikrinizi şərhlərdə yazın və belə maraqlı məlumatlar üçün kanala abunə olmağı unutmayın.